Hə dostlar, avqustun 3-ü gəlib çatdı, məzuniyyət məqamı gəldi, yetişdi. Mən uşaqlarla sağollaşıb, məzuniyyətə çıxıram. Beləliklə səfərimiz başlayır. Bakı-Qazax yolu ilə gedirəm. Qarşıda məni 300 kilometre yol gözləyir. İnşallah sağ-salamat ünvanımıza çatarıq. Demək olar ki, Ağdaşa çatmışam. Ağdaş yası yanındayam. Hardasa bizim kəndimizə, bizim evimizə 16 kilometrelik var. Sensiz darıdan ben olmuşam. Bilmem ne oldu ne sözümdeyiz. Burada da bizim kəndin yaxınlığında belə bir kanal keçir. Buna böyük kanal deyirik. Yaxşı balıqlar tuturduq uşaq vaxtı buradan. Nəhayət ki, uzun yoldan sonra gəlib çatdım doğma yurduma, Ağdaşların Abad kəndinə. Bizim kəndin adı Abaddır. Burada diqqət çəkən məqamlardan biri də odur ki, şəhidlərimizin xatirəsinə həsr olmuş belə gözəl bulaq ərsəyə gətirilib. Əməyə keçən hər kəsə təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun, yerləri cənnət olsun. Allah dünyamızı əmin-amanlıq eləsin. Sizin qəhrəmanlığınız heç vaxt unudulmazdır. Allah sizə qəni-qəni rəhmət eləsin. Məkanınız cənnət olsun. Yurdum, yuvam, ayaqsız kəndimiz ada. Bu hələ kəndin girişidir. Asfalt yoldan hardasa 4 kilometr kəndin içinə var. Yaşıl meşəli, ömrü nəşəli, sevirəm səni, gözəl kəndimi. Yaşıl meşəli, ömrü nəşəli, sevirəm səni, gözəl kəndimi, kəndimiz. Kuşlar, kuşlar, nə gözəl oxuyur, bəh, 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 nə gözəl oxuyur. Bu da bizim kəndimizin şəhid Atəm Əliyev adına olan məscididir. Allah ibadətlərimizi qəbul eləsin. Bura bizim kəndin gölüdür. Ahmaz deyirik buna. Çox gözəl mənzərəsi var. Bura mənim nənə-baba evimdir, ana nənə-babam. Bu dayıoğlunun lapetidir, dayıoğlunun traktorudur, dayıoğlunun ot bağlayanıdır. Burada səhv eləmirəmsə Bakserin bişqasıdır. Nəhayət ki, 300 kilometri qət edib gəlib çatdım. Sağ-salamat doğma yurduma, doğma evimə. Bu bizim qapımızdır. İndi keçəcəm həyətə görəm həyətdən amma. Bu bizim həyətimizdir, yaşıllıqdır. Bu da inəyimizdir, otludur. Gördüyünüz gənc oğlan mənim əmim oğludur. Belə təsadüfən rastlaşdıq, bizdən gedirdi. Qapını açdım Kəmal, gəl sən çıx. Mən də girim içəri. Bu da onun tırtırın arabasıdır. Bu su bizə Kürdən gəlir. Biz suvarmaq üçün bunu istifadə edirik. Əkini, ağaçlarımızı bundan suvarıq, həyat bacanı. Amma içmək üçün su bizə artizandan gəlir. Həyətimizə keçdim ki, belə bir simska var. Yetişibməyə, o da yarısına quş yiyib, mənə sapladığı olub. Sonra qarğıdalıya baxdım ki, görüm yetişibsə, biraz yığım pişirim. Dənlərinə baxdım ki, yaxşıdır, pişirmək olar. Yığdım bir qazan, apardım pişir. Bu isə bağımızın üzümüdür. Hələ yetişməyib, avqustun axırına yəqin ki, yetişər. Bu isə azan gülüdür. Bu hər azan verilən vaxtı açır dostlar. Çox möcüzəvi bir güldür. Yəni gözün görə-görə hava qaralan vaxtı, azan verilən vaxtı başlayır açmağa.